Pələngin ram edilməsi. Cəhənnəmin dibindən şöhrətə aparan yol. Dünya üzrə kung-fu ustasının gerçək həyat hekayəsi. Bu kitabı səhrada məni səsləyən və hələ də başqalarını səsləməyə davam edən Michael Wright-a həsr edirəm. Pələngi ram etsən, əjdaha ilə döyüşərsən. Çin atalar sözü. Mən göydən enən bir mələyi gördüm. Onun əlində dipsiz dərinliyin açarı və böyük bir zəncir var idi. O əjdahanı, iblis və şeytan deyilən o qədim ilanı tutub 1000 il müddətinə zəncirlədi. Onu dipsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, 1000 il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o qısa bir müddətə azad edilməlidir. Vəhy 20-ci fəsil 1-3-cü ayələr. Şeyin Soğuzu indi heç doğma anası belə tanıya bilməzdi. Məhbuslar onun qorxunc hala salınmış bədənini demək olar ki, sürüyüb çirkli xərəyə tulladılar. O döyülmüş, kəsilmiş, zorlanmış və şikəst edilmişdi. Soyuq betonun üzərini qan ləkələri bürümüşdü. Onu həbsxananın hospital hissəsinə aparanda qan izləri bütün dəhlizə yayılmışdı. Məhbuslar ayaqlarını sürüyərək yerlərinə dağılışdılar. Gənc Şri Lankalını bugünə kimin saldığını hamımız gördük, lakin heç kim bir kəlmə də demədi. Müdiriyyətin isə heç nə vecinə deyildi. B bölməsində bir cinayətkarın sayı az olacaqdı. Vəssalam. Onun yerini tezliklə başqası tutacaqdı. Heç bir istintaq olmayacaqdı. Buna görə də heç kim cəza çəkməyəcəkdi. Mənim dostum heç bir ədalət gözləmirdi. Nikosiyanın mərkəzi həbsxanasındakı bu epizod tamamilə adi hal idi. Bizim aramızda qatillər, narkotik alverçiləri və qaçaqmalçılar, qangsterlər, azyaşlılara qarşı əxlaqsızlıq edənlər, təcavüzkarlar, terrorçular, oğrular və fırıldaqçılar, bir sözlə, pozulmuş insanlar yığını, lazımsız zibil kimi Kipr həbsxanasının üfunətli palçığına atılmış qatı yaramazlar və sonu çatmış uğursuzlar var idi. Dustaqxanada yazılmamış qanunlar mövcuddur və bunların hamısına riayət etmək mütləqdir. Burada bizim hər birimiz zorakılıq nizamnaməsinə uyğun yaşayırdıq. Bu çox sərt məcburiyyət idi. Həddindən artıq ehtiyatlı olmaq lazım gəlirdi. Hər kəs özünə cavabdeh idi və çox vaxt sadəcə əyləncə xatirinə qan tökülürdü. Mənimlə şeyinin arasında bağlılıq yaranmışdı. Sanki biz ittifaq bağlamışdıq. Bunun da səbəbi Tanrıya məlum idi. Gözlərimin önündə baş verənlərə baxanda hiss etdim ki, daxilimdə qarşısını güclə ala bildiyim qorxulu bir qəzəb alovlanır. Al Capone və yaxud Al Capone, Yunanlar onu belə adlandırırdılar. Çox mənfur və alçaq adam idi. Onun əsl soyadını heç kim bilmirdi. O sadəcə dəli, mənəviyyatca xəstə bir cinayətkar idi. Belələrini xüsusi psixiatrik xəstəxanalara göndərmək məhkəmə orqanları tərəfindən sadəcə unudulmuşdu. Buna görə də dəli məhbuslar öz cəza müddətlərini digər məhbusların arasında keçirirdilər. Heç bir qanun onlara təsir etmirdi. Al Capone belələrinin ən pis nümunəsi idi. Vəhşi Kiprli tənha idi. Heç kimlə dostluq etmirdi və yalnız öz doğma dilində danışırdı. O qatillik və qrup halında zorlama hadisəsinə görə həbs edilmişdi və əsl psixopat idi. Əgər başqaları ot və şirevlə əylənir, xırda oğurluqla və vaxtaşırı xırda işlərlə məşğul olurdularsa, Al Capone öz vaxtını başqa məhbusları şikəst etməklə və onlara qarşı terrorçuluq etməklə keçirirdi. O ömürlük cəza almışdı və sanki kiminsə əmrini yerinə yetirərək qeyri-adi səylə
bizim dustaq həyatımızı əsl cəhənnəmə çevirmişdi. Al Capone'nin şeyinə qanlı divan tutduğu gün and içdim ki, dostumun qisasını alacam. Al Capone məndən yarım metr hündür olardı. O əzələlərini o qədər möhkəmlətmişdi ki, əlləri az qala mənim ayaqlarımdan yoğun idi. Amma mən ona qalib gələ biləcəyimə əmin idim. Bilirdim ki, onu boş əllərimlə də olsa məhv edəcəm, öldürəcəm. Lakin əvvəlcə ona hər bir zərbəsinə, bütün alçaq, murdar əməllərinə, şeyinin tökülən hər qan damlasına görə əzab çəkdirəcəkdim. Sonraki günlər həbsxanada sanki nəsə baş verəcəkmiş kimi sıxıcı, dəhşətli dərəcədə ağır abu-hava hökm sürürdü. Hamı mənim Al Capone'dən qisas alacağımı başa düşmüşdü. Daha məni heç nə saxlaya bilməzdi. Mən fürsət axtarırdım. Demək olar ki, 2 həftə keçmişdi. Mən bu ağılsız insana etdiyi bütün əməllərə görə əzab çəkdirəcəyimi düşünə-düşünə günbəgün alovlanırdım. Onu öldürməyim az idi. Mən onun alçalaraq rəhm diləməsini, sonra isə cəhənnəmə, ulu babalarının yanına göndərmək istəyirdim. Mən dünya miqyaslı kung-fu ustası idim və onu tikə-tikə edə bilərdim. Bu mənim üçün asan idi və mən bunu boş əllərimlə edə bilərdim. Həmin vaxtlar mən məhbusların əksəriyyəti kimi üstümdə tiyə gəzdirirdim. Biz bu tiyələri təhlükəsiz ülgücdən hazırlayırdıq və dilimizin altında, yaxud tapılması mümkün olmayan gizli yerlərimizdə saxlayırdıq. Amma deyəsən bu şərait məhbusları heç narahat etmirdi. Bəziləri bundan hətta vəhşicəsinə zövq alırdılar. Digərləri özlərini görməməzliyə vururdu. Zəklərdən birinin digərinin boğazını kəsməsindən onlara nə dəxli var idi ki? Camo de bastardos! Qəflətən qaranlıq, boş dəhlizdə Al Capone'nin xırıltılı qışqırtısı eşidildi və məni divara dirədilər. Məni gözlənilmədən tutduqlarına görə öz-özümə qəzəbləndim. Amma artıq qan beynimə vurmuşdu. Axır ki, bu yaramazlıq hesab çürütməyin vaxtı gəlib çatmışdı. Burnunu üzmə dirəyən bu yaramaz, nəhəng bədəninin ağırlığı ilə üstümə çökmüşdü. Onun üfunətli nəfəsindən ürəyim bulanırdı. Üz qırxanın ülgücü boğazıma dirənmişdi. Və indi o istənilən an mənim boynumdakı damarı kəsə bilərdi. Elə həmin an mən boş olan sol əlimlə onun parıldayan üzünü sıxdım. Bu zaman baş barmağım Al Capone'nin gözünə dirəndi. Mən onun gözünü çıxartmağa hazır idim. Biz bir-birimizə yapışmışdıq. Mən ağlımı iti işlətməyimdən heç bir artıq hərəkətə yol vermədim. Başa düşürdüm ki, Al Capone hər an mənim boğazımı kəsə bilər. Lakin indi bunun heç bir əhəmiyyəti yox idi. Mənim üçün daha heç nəyin əhəmiyyəti yox idi. Bəli, mən ölə bilərdim. Amma məndən qabaq o ölməli idi. Mən Al Capone'nin qanına susamışdım. Onun gözlərini çıxartmaq, sonra isə qulağını çişləyib qoparmaq mənim əlimdə heç nə idi. Daxilimdə nifrət qaynayırdı. Ancaq qəfildən özümü birtəhər hiss etdim. Qəribə bir hiss məni bürüdü. Ürəyimdə mübarizə gedirdi. Bu mübarizənin Al Capone'yə heç bir aidiyyatı yox idi. Bu döyüş mənim özümlə gedirdi. Sanki mən özlüyümdə başqa bir aləmə düşdüm. Və orada məni qəddar qatilə çevirən, dərində kök salmış düşmənçilik instinktləri mövcud deyil idi. Mən bütün fikrimi Al Capone'nin qulağında cəmləşdirmək istəyəndə, bugün səhər oxuduğum hadisə qəflətən beynimdə canlandı. Bir nəfəri ədalətsizliklə ittiham edərək həbs etmişdilər. Onun dostu isə onu qorumaq üçün ittihamçının qulunun qulağını dişləyib qopartmışdı. Al Capone'nin qulağı dişlərimin 5 santimetrliyində idi. Hə, Tony, dişlə. Axı bunu etmək sənin üçün çox asandır. İnstinktin səsi pıçıldadı. Bir dəqiqə dayan. Qılınc götürənin hamısı qılıncla məhv ediləcək.
Bu fikir qəflətən hardan gəldi? Hə, başla. Onun qulağını qopart. Nəyi gözləyirsən? Qorxu və qisas qəlbimdə eyni vaxtda mübarizə apararkən Al Capone'nin boş əli qasığıma tərəf hərəkət etdi. O qırılmış qara dişlərini göstərərək qəddarlıqla gülümsündü. Bu vaxt mənim barmağım onun kobud dərisini dartıb cıraraq sifətini daha möhkəm sıxdı. Mən yenə də səs eşitdim. Hə, sən nəyi gözləyirsən? İstəyirsən ki, səni də şeyin kimi kəssin? Ancaq məni nəsə tutub saxlayırdı. Bunun nə olduğunu başa düşmürdüm. Mən bu yaramazı möhkəm saxlamışdım. Baxmayaraq ki, özüm də divara sıxılmışdım. Bir qüvvə növbəti addımımı atmağıma imkan vermirdi. Daxilimdə iki səs mübarizə edirdi. Dəqiqələr keçirdi. Al Capone'nin üzündən tər damcıları axırdı. Həmin an mənə elə gəldi ki, vaxt yanıb. Səslərin mübahisəsi mənim bütün varlığımı bürümüşdü. Sanki həyatımın mənasına meydan oxuyurdu. İstəmədən kimə çevriləcəyimi mənə göstərmək istəyirdi. Mən hansı səsin qalib gəlməli olduğunu başa düşürdüm. Bəs sonrası? Mən bu başdan xaraba təslim olub dostum kimi şikəst qalmalıydım? Yoxsa səsini kəsməyən bu yeni hissə, yeni çağırışa etibar etməliydim? Qəflətən mənim dodaqlarımdan sözlər çıxmağa başladı. Onlar sakit, aydın, inandırıcı idi. Al Capone ancaq Yunanca bilirdi. Lakin bu sürrealist anda mən ingiliscə danışmağa başladım. Bu sözləri deyərkən nəsə gözləyirmiş kimi onu bir qədər buraxdım. Həmin an Al Capone elə titrədi ki, sanki onun bədənindən güclü elektrik cərəyanı keçdi. Bütün bədəni yapışqan tər içərisində tir-tir əsdi və tükləri biz-biz oldu. Onun dəhşət bürüyən gözləri qaranlıqda işıldadı. Mən isə hücuma hazırlaşdım. Ancaq Al Capone qəflətən məni sıxan qollarını açdı və mən azad oldum. Biz məhv edici baxışlarla üzbəüz dayandıq. Aramızda bir neçə santimetrlik məsafə var idi. Birdən Al Capone döndü və qaçmağa başladı. O belini əyərək cinə tutulmuş adam kimi başını tutub qaçırdı. Al Capone qaranlıqda gözdən itənə qədər mən onun beton divarlarında əks-səda verən vahiməli səsini eşidirdim. Boynumu əlimdə yoxlayıb dərimə keçmiş ülgücü çıxartdım. Dərimdə ülgücdən heç bir zədə yox idi.